Baş vermiş hadisəyə görə təəssüfümü bildirir və sərnişinlərimizdən bir daha üzr istəyirəm. Bir xəbər media xəbər verir ki, bu sözləri Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov trendə müsahibəsində deyib. Aslanov qeyd edib ki, hadisə zamanı təxliyə operativ şəkildə təmin olunub. 21 aprel Nərimanov Ulduz mənzilini enerji ilə təmin edən yarımstansiyada qısa qapanma baş vermişdi və həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb, sonra hərəkəti bərpa etdik. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı. Təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına, təxliyə zamanı və ilkin tibbi xidmət göstərən təbib əməkdaşlarına Bakı Metropoliteninin məlumatlarının operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm deyə Aslanov qeyd edib.